Vaşinqton vaxtı ilə oktyabrın 5-i saat 18:00-da Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Həmasa İsrail ilə sülh sazişi imzalamaq üçün verdiyi son şans başa çatır. Bu addım Trump administrasiyasının yaxın şərqdə sabitliyi təmin etməyə yönəlmiş ən vacib təşəbbüslərindən biridir. Həftənin əvvəlində Trump İsrailin baş naziri Benjamin Netanyahuya 20 bəndlik sülh planı təqdim edib. Planın ikinci variantı İsrailin maraqlarına uyğun şəkildə yenidən işlənib. Həmas Trumpın sərt xəbərdarlığından sonra plana şərtli bəri cavabı verib və İsrailin Qəzzadakı müharibəni dayandırması, tam geri çəkilməsi qarşılığında bütün İsrailli girovları azad etməyə hazır olduğunu bildirib. Qruplaşma həmçinin Qəzzada hakimiyyətin müstəqil Fələstin orqanına ötürülməsinə və bölgənin gələcəyinin beynəlxalq hüquq əsasında müəyyənləşdirilməsinə açıq olduğunu bəyan edib. Trump Həmasın qalıcı sülhə hazır olduğuna inanıram deyərək İsrailli bombardmanları dayandırmağa çağırıb və vurğulayıb ki, əgər Həmas Amerikanın təklifinə razılıq versə, Qəzzada atəşkəs dərhal qüvvəyə minəcək. Durum şunu gösteriyor ki, İsrail, Filistin'i birçok noktasını sözde silahsız alan diye göstermiş olsa da yine orada ablukasını devam edecektir. Filistin halkını ve Gazze halkının korktuğu tek noktalardan bir tanesi de bu aslında. Evet, silah bıraktı Hamas. Silah bıraktıktan sonra bizi kim koruyacak sorusu hep bu insanların, bu mazlum insanların akıllarını karıştıran bir mesele. Analitiklərin sözlərinə görə yaxın şərqdə sülhün əldə olunması real görünmür. Çünki burada dini, siyasi, mənəvi, psixoloji, hərbi, bir sözlə bütün müstəvilərdə qarşı durmalar var. Münasibətlər isə həddindən artıq kəskindir. Ən yaxşı halda atəşkəs davam edə bilər. Bütünlükdə sülhün əldə edilməsi mümkünsüzdür. İsrail istədiklərini tam həyata keçirilməsini Həmas, Fələstin və onun arxasındakı güclər istəmir. Onların istədiyini isə İsrail istəmir. Yəni, BMT dəfələrlə sayı hesab etdiyi pulla bağlı qətnamələr qəbul edilib. Dəfələrlə Avropa Birliyi, Amerika Birləşmiş Ştatları vasitəçiliklər edib, heç bir nəticə olmayıb. Regionda mövcud olan gərginlik və etimad çatışmazlığını siyasi şərhçilər qalıcı sülh üçün əsas maneələrdən biri kimi görürlər. Trumpın yaxın şərqdə yeni səhifə açıb, tarixdə sülh məramlı lider kimi qalması isə saatlar sonra bəlli olacaq.